La ilahe illallah deyirsən, qıcıqlanırsansa, hansısa bir fəzilətli adam görəndə, qıcıqlanırsansa, insanların imama bağlılığına, peyğəmbərə bağlılığına, fəzilətli insanlara bağlılığına sənin tohidin nöqsanlıdır. Sənin tohidin, Allaha inancının güzgüsü buradır. İhdinəs sıratəl müstəqim. Dinən bitir də. Surəni burada bitir. Söhbəti bitir. İlahi bizi doğru yola yönəlt. Söz qalıb bundan sonra. Söz və salamda duada, ilahi bizi doğru yola yönəlt. Niyə bitirmir? Çünki doğru yol konkretləşməlidir. Elə bir adam var ki, desin, mən səhv yoldayam. İddiaçıdır hamı. Hamı doğru yoldadır. Dalıca konkretləşdirir. Sıratəl-ləzinə ən'amtə aleyhim. Mən doğru yola qədəm qoydum. Görürəm ki, qabaqda adamlar gedir. Məndən qabaqdadılar. Doğru yolun yolçularıdır. Mən namazda deməliyəm ki, onların yoluna, yəni onların böyülüyünü qəbul elədim. Adam var, başını kəsdirməz, mən kiminsə yolu ilə gedirəm. Deyir, özüm yolam mən. Yola ki, qədəm qoydun, mütləq sənin qabağa adamlar çıxardı ki, bunlar səndən qabaqda gedir. Düşüb izinə getdinsə, sırat-ı müstəqimdirsən. Getmədinsə, bu boş iddiadır. Səndən qabaqda gedən adamları tap, düş, dallarıca get. Bu yolun qaydasıdır.